Hörmətli tədbir iştirakçıları, bu günləri biz növbəti maarifləndirmə tədbiri keçiririk. Qeyd edim ki, bizim bu tədbirimiz həm eyni zamanda insan hüquqlarının qorunması üzrə ailə çərçivəsində keçirilir. Yəni bu vaxta təsadüf edib. Üçüncü günə bizim qonağımız qeyri-hökumət təşkilatlarının nümayəndəsi Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri İlham Əliyev cənablardır. Bugünkü tədbirimizin mövzusu isə ailələrin hüquqi maarifləndirilməsidir. Qeyd edim ki, bu tədbir Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçıları, eyni zamanda da Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin birgə təşkilatçıları ilə keçirilir və tədbir barədə, ümumiyyətlə tədbirimizin mövzusu barədə çox geniş danışmaq üçün mən elə sözü verirəm. Qeyri-hökumət təşkilatının sədri İlham Əliyev. Buyurun, İlham Əliyev. Sizə təşəkkür edirəm. Mən tədbir iştirakçılarına salamlayıram. Əgər icazə versəydiniz, biz çox danışacaq. Mən əyləşib danışarım. Mümkün sizə əyləşəm. İlk özündən ki, anlaş verim ki, Hüquqi və Demokratik İslahatlar Mərkəzi olaraq Azərbaycan Respublikasının Qeyri-hökumət təşkilatları dövlət dəstək agentliyinin maliyyə dəstəyi və ailələrin hüquqi maarifləndirilməsi adlı bir layihə icra edir. Layihəmizin əsas məqsədi sağlam ailə modelinin yaradılması, uşaq valideyn münasibətlərinin sağlam əsaslar üzərində qorunması, ailələrin hüquqi maarifləndirilməsi, uşaqların hüquqlarının qorunması, boşanmanın aradan qaldırılmasına bir yardımcı olmaq üçün hüquqi məsləhətlərin verilməsi və yaxud da bəzən uşaqlar olur ki, 70 yaşına çatmayan uşaqlar olur ki, onlar xaricə gedirlər, müəyyən qədər orada qalırlar. Yəni, qadir gəlib Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət etməkdən qurtarını yayınırlar. Bu kimi halların qarşısının alınması üçün əsas məqsəd, əsas hədəf bu layihənin icrasının həyata keçirilməsidir. O da anlaş verir ki, biz Hüquqi və Demokratik İslahatlar Mərkəzi olaraq Şirvan şəhərində artıq ənənə halını alıb belə bir tədbirlərin keçirilməsi. Çünki bu Şirvan şəhəri həqiqətən də səmimi deyim ki, bütün Azərbaycanın hər bir kəndi, qəsəbəsi, hər bir bölgəsi doğmadır, əzizdir. Amma Şirvan şəhəri səmimi deyim ki, nəsə mənim doğmadır, mənə əzizdir. Bilmirəm, mənim soyum, köküm, yəni tariximiz, bu kənd, bu qəsəbə, bu şəhərlə bağlıdır, onu deyəm, amma əsasən onu deyim ki, həqiqətən də Şirvan şəhəri artıq bir neçə ildir ki, biz bu tədbirləri həyata keçiririk. Bilirsiniz ki, ailə bizə dəstdir. Ailə heç bir digər məhvundan müqayisə oluna bilməz. Ailənin təməli sağlam üzərində qurulması cəmiyyət olan çox böyük mənfəət götürür. Cəmiyyətin möhkəmliyi, cəmiyyətin inkişaf etdirilməsinin təməli məhz ailələrdən qoyulur. Ailə əgərləri dediyim ki, bildiğim kimi sağlam olarsa, ailə həqiqətən də belə ailə üzvləri savadlı, bilikli, ailə üzvləri dövlətlə bağlı olarsa, onlar ancaq cəmiyyət xeyri götürə bilər. Siz də bilirsiniz ki, cəmiyyətlərin mövcudluğu ailələrin birliyindən yaranır. Ailələrin birliyindən bütün cəmiyyətin və formalaşmanın təməlində dövlət dayanır, dövlətin mövcudluğu da. Biz fəxrlə və qürurla deyə bilərik ki, Azərbaycan ailəsi doğrudan da digər xalqlarla, digər dövlətlərin, millətlərin nümayəndələri müqayisə olunmaz dərəcədə yetkindir, tamdır və həqiqətən də nümunəvi bir ailədir. Çünki ailəmizin, bizim Azərbaycan ailəsinin digər ailələrdən fərqlənmə ibarətdir ki, bizim ailələrdə uşaq, valideyn münasibətləri həqiqətən də hörmət üzərində qurulur. Deyək ki, məsələn də, o hallar rastlaşır ki, uşaq əyənləri, dirsəkləri evdə oturursa, bir evin aslaşmalı, böyük içəri daxil olan kimi, həmin o uşaq dərhal özünü yürüşdürür, ayağa qalxır, hörmətlə cərkli atasının yanasını qarşılayır və belə bir hörmət nümayiş etdirir. Eyni zamanda biz hamımız, məsələn, o
şahid olmuşuq ki, bir kiçiklər bir məhəllədə dayanıb hansısa söhbətlər edəndə məzun olur da, uşaqların içində sigaret çəkir. Amma o halasını bir ağsaqqal o küçülə hərəkət edən zaman o uşaqlar dərhal özlərini yığışdırırlar və belə əgər sigaret çəkən varsa onu dildədir, hörmətlə o ağsaqqala, o böyüyə öz hörmətini var. Yəni bizim Azərbaycan ailəsinin çox möhkəm bir təməli vardır. Prezidentimiz Ali Başkomandan İlham Əliyev 14 fevral 2024-cü andışa mərasimində belə bir tarixçi söylər ki, Azərbaycan ailələri xoşbaxtdır ona görə ki, ailə tərbiyəsi, uşaqların böyüyünə, gənclərin yetişməsi məhz ailədən gəlir. Yəni, bu baxımdan deyirəm ki, Azərbaycan ailəsi doğrudan da nümunələr düzdür. Təsirliçi ilə o küçük deməliyik ki, bəzən ailələrində uşaqlar olur ki, nəzarətsizdir, demək olar ki, valideyn ona tam nəzarət itirib. O həmin nəzarətsizlikdən istifadə edən uşaqlar da bəzən narkotikaya qurşanır, bəzən sosial şəbəkələrin iştirakçı olaraq yanlış bir fəaliyyət yolu tutur. Bəzən də olur ki, gəlin razılaşaq da cinayətə meyilli olur. O uşaqlar şübhə etməli və qurumda deyə bilər ki, bu ailələrin sayı çox azdır. Çox azdır. Böyle bir uşaqlara sahip azdır. Mən məsəl üçün bu tədbirə gəlməmişdən əvvəl onu araşdırdım. Şirvan şəhərində gənclərlə 7 yaşına çatmayan uşaqlarla vəziyyət necədir? Mən həqiqətən də fəxr edirəm, qürur duyurum. Şirvan şəhərinin gənclərinin səsi çolağı beynəlxalq elmi olimpiya yarışlarından gəlir. Bizim Şirvan şəhərinin gəncləri beynəlxalq idman yarışlarında Azərbaycan bayrağını çox qürurla daxil olunur. Şirvan şəhərinin gəncləri Azərbaycanın hər yerində deyək ki, öz bilgi, savadı, intellektual səviyyəsi də seçilirlər. Və həm də mən onu araşdırdım ki, bu Şirvan şəhərində boşanmaların sayı nə qədər siz təsəvvür edirsiniz, barmaq hasarına səviyyədədir. Yəni, statistika çox doğrudan da aşağı göstərir. Bu nəyin göstəricisidir? Bu Şirvan şəhəridir, bu Şirvan evinin insanlarının, ailələrinin ailəyə bağlılıqlarına iləyir, ailənin dəyərlərinə, adət-ənənələrinə, onun qoyduğu təməllərə tam şəkildə sədaqətindən irəli gəlir. Təbii ki, qeyd edildiyim kimi, bəzən insan olan yerdə problemlər də olur, müəyyən çatışmazlıqlar da olur. Çoxlarımız deyilir ki, həmin problem varsa, o problemin əsas səbəbi də işsizlikdir, maddi sıxıntılardır, bununla bağlıdır. Daha çox gəlin razılaşaq ki, ailələrdə müəyyən qədər saxmalar baş verirsə, uşaqlar yollarına adırlarsa, bunu maddi çatışmamazlıqla işsizliklə əlaqədir. Gəlin razılaşaq ki, dövlətimiz həqiqətən də Azərbaycan Respublikasının prezidenti bizim Fatih Sərkərdəli İlham Əliyev Azərbaycan ailələrinin təminatı, gənclərinin sağlam, dövlətə bağlı ruhlarında tərbiyə olunub, böyüməsi üçün hər bir şərait yaradır. Azərbaycanda bugündən yəqin görürsünüz ki, 11 şəhər salma soyunu keçirildi. Təsəvvür edin ki, o formu əsas iştirakçılar kimidir? Mən sizi əmin edirəm ki, 90% Azərbaycan gəncləri. Bu, gəlin razılaşıb, bizim kimi orta yaşlı insanların gücündən də, savadından, təcrübəsindən də istifadə edir. O möhtəşəm 182 ölkədə 40 mindən çox nümayəndənin gəldiyi, o tədbirin işində bizim kimi insanlardan da istifadə edilər ki, siz bir qədər təcrübəlisiz, siz daha bu qonaqların qəbulunda onların yerləşməsinə tanışlıqda bu adı istifadə olandır. Amma görürsünüz, Məhkəmə Prezidentimiz İlham Əliyevin birbaşa etimadı nəticəsində daha çox gənclər üstünlük verir. 70 yaşa çatan uşaqlar üstünlük verildi ki, onlar bu tür tədbirlər vasitəsilə formalaşsınlar, Azərbaycana bağlılığı dövlətimizin daha da dünyaya tanıtılması işində daha aktiv işlər eləsinlər. Yəni, bu da çox müsbət nəticələr verib, qeyd edildiyi üçün bir də o tədbirin həyata keçirilməsində çatışmazlığı və qüsur qeydə alınmadı. Yəni, bütün bunlar onu təsdiq edir ki, doğrudan da Azərbaycanda ailələr çox mükəmməldir. Ümid edir ki, bu ailə
değerleri, bizim tarixə mövcud olan qaydalar, qanunlar davamlı olacaq və biz hər zaman digər xalqların və millətlərin qarşısını bizə alacaq. Mən o girişdim, bir dəfə sonra qeyd elədim, çatışmazdan problemlər var. O problemlərin də bəzən siz də bilirsiniz və hər kəs bilir ki, məsələn, qonşuluqda və yaxud da məhəllədə hansı uşaq, hansı hərəkətə sahibdir. Yəni, narkomansa, narkotika qurşanırsa, onu da bilirik və yaxud da digər yanlış hərəkətlərə yol verirsə, o da bilir. Bilməmiş deyil. Biz əgərləri bu məhəllənin sakinləri isə biz bunu bilirik. Amma bəzən biz soyuqqa laqət yanaşır o cür hallara. Fikirləşir ki, mənim qohumum deyil, nə olsun qoşun deyil, mən onu nə tərbi verəcəm, mən onu nə məsləhət verəcəm, onsuz da o qanunda çoxdur. Amma belə düşüncə sahibi o nəticə etibarilə ümumilikdə sənin də evladının zərər çəkməsən gətirmişədir. Bir gün o qapı, o görülən o qapı sənin də qapını döyəcək. Ona görə də, yəni bir olalım. Necə ki, biz birlikdə Azərbaycanı vaxt dünyaya xəlatdır, Ulu Dənizcililərin siyasəti nəticəsində Fethullah İlham Əliyevin rəhbərliyi ilə eləcə də mövcud olan digər problemləri də bircə həll edir. Əgər qonşuluqda hansısa bir uşaq, hansısa bir yanlış bir hərəkətə yol verirsə, bu cür bölgəyə sahibdirsə, biz ona laqət qalmayaq, onunla fərdi qaydada söhbət edək, onunla danışın. Mən bilirəm ki, başlayıram, bax, buradakı bilmənlər, Şirvan şəhəri qaymaqları bu tədbirlərləşirlər. Bu sizlər Azərbaycanı, bax, çox böyük mükəmməl şəkildə təqdim edən insanlarsınız. Siz əgərlər o görürsünüzsə ki, o uşaq yanlış yoldadırsa, səhv yoldadırsa, bütün o medianın qarşısından qayıtmaq xeyir. Bəlkə sən bunu müdaxilə edəsən, bəlkə bunu o çirkabdan, o bataqlıqdan qaytara bilərsən axı. Nə olur, sən bir vətəndaşlıq bölgü ortaya qoy, bir vətənpərvərlik nümunəsi ortaya qoy. Həmin o insanla, o uşaqla fərdi qaydadan söhbət elə, danış, ona bir məsləhət verirlər. Bəlkə o uşaq doğrudan sizin vadiyeni eşitmir, bəlkə ola bilər, nəyə görürsə, sizə eşidəcək. Ona görə mən sizdən çox xahiş edirəm. Siz heç bir məsələyə nasib qalmayın. Hər bir o yıxılan insana o yerdə qalsın prinsipin qarşılıq olmaz. Güdriyən insana bu güdriyən mənə nə dəxli o cür hala yol vermir. Hər birimiz cəmiyyətin, bu dövlətin insanlarıysa, bu dövlətə xeyir verə biləcək vətəndaş ordusu yetişdirilməsində biz bunu ortaya qoyuyoruz. Biz 44 günün vətən müharibəsində bunun da əldə Prezident İlham Əliyevin yetişdirdiyi gənc nəsil birlik və bərabərlik nümayiş etdirdi. 30 il erməni işğalı altında olan gənclərimiz, torpaqlarımızı, həmin gənclərimiz 44 il azad etdi. Bax, bizi qururlandırdı, bizim namusumuzu, şərəfimizi, ləyaqətimizi bizi geri qaytardı. Bax, bu tür gənclər, həmin uşaqlar da bəlkə də o uşaq indi bir dəqiqə bildirsə, ona əgər əl uzatsa, o doğrudan da qəhrəmandan qəhrəman olmalıdır. Mən sizdən çox xahiş edirəm. Gəlin, bax, bu tədbir elə burada qalmasın. Biz əməkdaşlıq edək. Bizim Hüquq və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi sosial şəbəkələrdə səhifələrimiz var. Bizim telefon nömrələrimiz var. Əgər doğrudan da elə bir uşaqlarla, sürücü uşaqlarla, problemli uşaqlarla rastlaşırsınızsa, özünüz onlara dəstək, onları kömək edə bilmirsinizsə, heç olmasa, biz də əlaqə saxlayın. Bizə deyil, biz həmin o uşaqla bağlı və o ailə ilə bağlı, biz aidiyyəti dövlət qurumları qarşısında məsələ qalır. Mən əminəm ki, %100 mən həmçinin deyirəm, yenə təkrar edirəm, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı doğrudan da dövlətin möhkəmlənməsi üçün canını mən yaman alırsan. Prezident İlham Əliyev, bunu da evlər və siyasətlə canı məhkəmə ilə bağlı olaraq. Heç bir vətəndaşı inanmıram ki, hansısa müraciətə, hansısa şəhərdə, hansısa problemə etiraz edir. Bu hal mümkün ola bilməz. Buna görə də siz də, bax, müraciət edin hakimiyyətlərlə, bizə müraciət edin. Biz ümumilikdə o problemləri həll edək. Biz insanıq, biz vətəndaşıq. Bax, bizim birliyimiz nəticəsində, bax, qüdrətli Azərbaycanı daha da möhkəm eləyə bilərsin. Mən bu mövzuda çox danışa bilərəm. Bu elə bir mövzudur ki, 5-10 dəqiqə sığmaz.
kitablarla bunu əhatə edə bilməz. Mən istəyirəm ki, vaxtıyla sual-cavab şəklində bu mövzuya yanaşmaq, bu mövzu ilə bağlı fikirlərinizi bildirir. Bizim tədbirimizdə qonaqlarımız iştirak edir, tamamlıq bizim sosiologumuz Elçin Barnamlı iştirak edir. Bu da aslında ailələrlə mütabiqətdə işləyən insandır. Bax, o da gələn fikrini dinləyək, sonra bir də qonaqlar, sizin də suallarınızı dinləyək. Biz elə istəmirik ki, bu məsələ burada bitsin. Biz sizin təklifləriniz varsa, hansısa deputatı demək istəyirsinizsə, siz onu əlini çatmırsa, biz onlarla danışa bilərik. Sizin təklifinizi həmin o deputatı çatdıra bilərik. Biz sizin o təhqilinizin hansısa nadirliyə çatdıra bilərik. Ona görə də çox xahiş edirəm, fəal olun, aktiv olun. Sizin o problemləriniz varsa, ailələrlə bağlı çatışmalıqlar, problemlər, siz bizə deyin, biz yazaq. Və təklifləriniz varsa, biz onu qeyd edək və aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldılar, ümid edək ki, müsbət cavablar verilir. Mən bu mövzu ilə bağlı mən sözü sosiolog Elçin Barnamlıya verirəm. Elçin mənim deyirəm. Sağ olun. İlham müəllim ətraflı danışdım, mən də qısas deymişlərimi bildirəm. Əvvəla təşəkkür edirəm iştirakınıza görə, qiymətli vaxtınızı bu vaziyət mövzuyu kimi qəbul edib, iştirak edirsiniz və təşkillərinə görə yerdə müzeyətlərinə də icraçlarına təşəkkür edirəm. Bu mövzu Azərbaycanda mənəvi baxımdan, sosial baxımdan bir nömrəli məsələdir. Çünki cəmiyyət sağlam ailələrdən var. Əgər sağlam ailələr yoxdursa, sağlam cəmiyyətdən söhbət edilməz. Sağlam cəmiyyət yoxdursa, belə dövlətdən söhbət edilməz. Deməli, bir nömrəli mövzu olduğuna görə biz 25 il Hizb Demokratik Sağlam Mərkəzi fəaliyyət göstərir, 25 il biz bu mövzuları hər il işləyir. Deməli, insan hüquqlarının bağlı, insanların daşınması və ailə dəyərlərinin qorunmasının bağlıdır. Şirvan şəhəri bizim üçün həqiqətən doğma şəhərdir, bunu müqavilə olaraq demirəm. Yəni, biz 25 ildir bu şəhərdə, bu mövzularda tədbirlər keçirik. Bir nisbətə də bu mərkəzdə keçirik. Yəni, ölkənin 5 regionunda hər il tədbir keçirik. Onun 4-ü mütləq şəkildə dəyişir. Dəyişməyən yalnız Şirvandır, hər il 5-indən biri Şirvandır. Ona görə ki, Şirvan ölkəmizin böyük şəhərlərindən, sənət şəhərlərindən biridir və intellektual auditoriyadır. İkinci bir baxımdan bu mövzuya ən əsas şəhərdir. Çünki biz statistikalarda baxırıq, Azərbaycanın ən möhkəm ailə modeli, ən az boşanma olan regionlardan şəhərlərdən biri Şirvan şəhəri. Bu deməkdir ki, bizim milli mənəvi dəyərlərimiz burada olur. Və bizi burada daha yaxşı başa düşürlər. Keçənki tədbirlərimizdə də biz gördük ki, sonradan bizimlə əlaqə saxladılar, yazılarını, fikirlərini göndərdilər. Bizim çıxışları bəyəndirmək ki, bu mövzu vacibdir. Yəni, ailə üsulumuzun qorunması, inşaatlı dəyərlərimizin məsələ edilməsi çox vacibdir. Demək, burada məsələ nədir? Ailə institutu bizim milli mənəvi ailə sistemimiz dünyada ən mükəmməldir. Yəni, bunu mən bir Azərbaycan olaraq bilmirəm, bu bütün dünyada bilən bir faktdır. Həm bütün dövrlər boyu istər boşanma sayının azlığına görə biz dünyada həmişə lider olmuşuq, istər də möhkəm ailə dəyərlənmələrine görə ən yaxşı iqnarlı olmuşuq. Çox təəssüf ki, son dövrlərdə qlobal proseslərin təsir nəticəsində müəyyən bu müasirliyi azadlıq plan adı altında ailə üstümüzə olması filan. Bununla dövlət göstərir ki, biz ictimai təşkilatlara, cəmiyyətlərə dəstək verir ki, bu dəyərlərimizi tətbiq edib, daim gənclərə getirmək, daim çatdırmaq, yəni o qlobal təbliğatın təsirini azaltmaq heç olmasa. Çünki bu bizim millətə zərər vurur. Boşanmalar uzunlaşma ehtiyac yoxdur, bilirsiniz ki, boşanmış ailələr, dağılmış bir sistem deməkdir, bu atasınasız uşaqlar deməkdir, bu bir faciədir. Bizdə bu rəqəmlər təəssüf ki, son dövrlərdə artır, amma buna qarşı biz müqavimət göstərməliyik. Cəmiyyət olaraq biz həm də mediada işləyirik. 25 ildir mən mediada, televiziyalarda, mətbuatda davamlı şəkildə bu mövzuları gündəmə gətirirəm, həmişə diqqət çəkirəm, yəni bu təhlükənin hara getdiyini göstərirəm. Çünki dünyanın bəzi tərifli ölkələri bu yolu keçib faciə düçar olur. Məsələn, hamımızın tanıdığınız Avropa ölkələri çox şeydə bizdən üstündür. Bəli, iqtisadiyyatda da üstündür, elmdə, texnologiyada üstündür, amma sosial mənəvi baxımdan tam çürümüş bir cəmiyyətə gedirlər. Bunu mən demirəm, özlərinin sosiologları itiraf edir ki, ailə institutu dağıldığına görə bütün cəmiyyət sosial mənəvi degradasiya gedir. Və bunlar bu yolu keçib, bunun faciəsini görürlər. İndi təzədən yol axtarırlar ki, necə eləyək, biz ailələri bərpa eləyək, dəyərləri bərpa eləyək, insan cəmiyyətinin təbii inkişaf qanununa uyğunluqlarını qayda bilmirlər artıq. Dövlət təsəvvür inkarlıq ölkələrində ailənin qorunması üçün küllü miqdarda pul xərcləyir, pul gücünə belə eləyə bilmir. Yəni, uşaq pul verir, ailələr əlavə yardımlar edir, yenə də əmələ gəlmir. Çünki bir sistem dağıldı, sonucatmaq çətindir. İndi bunlar bu yolu keçibsə,
Biz ona getməməliyik, biz görməliyik ki, o yol pis aparır. Hə, onların digər təcrübələrindən istifadə edə bilərik, təhsilə maraqlarından istifadə edə bilərik, texnologiyalardan istifadə edə bilərik, insan hüquqları, cəmiyyət plan qaydaları, bunlardan istifadə edə bilərik. Amma mənəvi dəyərlərdə biz dünyada ən yaxşıyıq, ən yaxşı olmuşuq min illərdir, buna ehtiyacımız yoxdur. İndi İlham müəllim qeyd elədi, bizim problem orta və yaşlı nəsildə deyil, əsasən gənclərdədir. Çünki gənclər daha çox təsirə məruz qalır. Çünki həyat təcrübələri azdır, hələ görməyib həyatı. Onlar biraz onlara cəlbedici gəlir, belə azad həyat, filan, belə sərbəstlik filan. Ailəni göz ardı edirlər. Məsələn, açıq şəkildə deyirlər ki, mən dəfələrlə sorğularda, verilişlərdə iştirak etmişəm. Deyir ki, gənclər, mən öz həyatımı, gəlirimi özünün əyləncəmə sərf eləmək istəyirəm. Dünyanı gəzəyim, restoranda gəzəyim, orada ailəyə mən pul xərcləməliyəm, əziyyət çəkməliyəm, uşağı gəzdirməliyəm, özümə vaxtımı sərf eləmək istəyirəm. Bu artıq egoist, narsist bir psixologiyadır. Bu, insan cəmiyyətinin məhv aparır. Təsəvvürən ki, hamı bu şurada olsa, 34 ildən sonra bəşəriyyət yoxa çıxar. Yəni, bu bir yol ki, fayda aparır, onun qarşısından almalıyıq. Bu gənclərə biz öz dəyərlərimizi ötürməliyik. Valideyn olaraq, oğul olaraq, əmi dayı olaraq, müəllim olaraq, hətta müəssisədə, iş yerində belə, məktəbdə belə o təbliğatı aparmalıyıq ki, bu bizim borcumuzdur. İnsan cəmiyyətinin bioloji inkişaf tendensiyaları var, mənəvi dəyər tendensiyaları, hər şey puldan, maddiyatdan ibarət deyil. Bəli, bir çoxlarınız fikirləşirsiniz ki, məsələ təkcə mənəvi tərəfdə deyil, maddi, sosial problemlər də var. Bəli, bazı var, bütün ölkələrdə var. Məsələn, ailələrin problemlərində pulun da rolu var, maddiyatın da rolu var, çətinliklər yaradır. Amma o qədər deyil. Bəzən aparentlərin üstündən çıxışlarda deyirlər ki, əsas çarşıçılıq stop problemidir. Mən də deyirəm, xeyr. Gəlin, onun sübut edin sizə necə. Məsələn, əgər maddiyyata görədirsə boşanmalar, bugün bu tənəfəsə çatırdı, əgər bunun səbəbi maddiyyatdırsa, Azərbaycan xalqının ən yoxsul azamazaqlı dövrlərinə vaxt olur. Vətən mühafizə 2-ci Dünya müharibəsi dövrləri, Azərbaycandan sürmət edir. Boşanmalar minimum. 90-cı illər çox ağır dövr keçmişik, çox ağır dövrüdür, boşanmalar minimumda. Nə vaxt yüksək olur? Niyə boşanmır? Demək, mənəvi bir öyrədir. Bunun da rolu çox az. Deyək ki, 10 az, maddi problemlər. Aşağı şuraya, daha yaxşı olar ki, hamımız imkanlı olaraq, daha yaxşı yaşayaq. Amma o demək deyir ki, biraz çətinlik çəkilirsə, ailəmizdə baxmalı, uşaq dünyaya gətirməli, bu belə olmaz. Yəni, bax, bu məsələlər biz gənclərimizə elə deyək ki, sən elmən təhsilə, inkişafa, texnologiya sistemi yük verə, eyni zamanda milli dəyərlərimizdə bozulmaz. Bu bizim milli vəzifəmiz bozulur. Prezidentimizin çox yaxşı müşavirlərinin bir sözü var, bir də çox dəyərlərlə bağlı mövzu olmaz. Prezident dedi ki, Azərbaycan cəmiyyəti və gənclərin yalnız öz milli mənəvi dəyərləri bazasında inkişaf edəcək. Biz heç yerə inteqrasiya edilməyəcək, Avropaya, bu dəyərlər baxımından inteqrasiya edilməyəcək. Texnologiya baxımından bəli, edə bilərik. Çinədə, Yaponiyada, Rusiyada, Avropa, harisi bilir. Texniki baxımından, elmi baxımından. Amma dəyər baxımından deyir ki, yalnız prinsip bu. Dövlətin siyasi iradəsi budursa, cəmiyyətimizin almış yoludur, yerindədir, biz hamımız görürük, min illərdir. Yəni, babalarımızın, ata-analarımızın hansı ailə dəyərlərinin sahib olduğunu görmüşük. Və bunun nə mani olur ki, biz onun gənclərimizə götürməyək? Niyə gənclərə izah eləmirik, onlar mənfi yollara gedir, təhsilə düşür, Amerika həyat tərzini? Niyə ki, biz özümüz onu ötürə bilmirik? Problem bizdədir, mən gənclərdə problem görürəm. Ancaq bizim nəsildədir, orta nəsil, yaşlı nəsil, biz deməli, min illərdə gələn dəyərlərimiz onlara ötürə bilmişdir. Nəysə, uzun danışdım, bu mövzuları çoxsuna siz məndən də yaxşı bilirsiniz, ailə sahibisiniz, cəmiyyətin içində siz görürsünüz, amma kimin gücü nəyə çatdığına yönəlməlidir? Mən gücün bugün buna çatır, televiziyalarda bu məsələləri çıxarılmağa, qəzetlərdə yazmağa, tədbirlərdə çıxış eləməyə, qohumlara, cavanlara, qohum gənclərə heç olmasa bu tür qanama qoyub, başıma ağrıdan bir saat başa qalmam. Axırı o görür ki, düz deyirəm, qəbul edir ki, mən burasını fikirləşməmişdim. Deməli, bizim gücümüz nəyəsə çatır və mənim gücüm buna çatır, sizin də gücünüz bunun kimi şeylərə çatır. Hamımız bu şuurda olsa və bir vətəndaş kimi dəyərlərimizi qoruyanda gələnsək, inanıram ki, biz öz milli mənəvi dəyərlərimizi qoruyaraq dünyanın inkişaf edilmiş xalqına çevirə bilərik. Məsələn, dünyada ən inkişaf edilmiş xalqlardan biri Yapon xalqıdır. Yapon xalqı ən mühafizəkar xalqdır. Öz dinində və milli dəyərlərinə həddən artıq bağlıdır. Deməli, milli mənəvi dəyərlər inkişafa zaten mani olmuyor, teknolojiya elmi mani olmuyor. O boşda fərqlər ki, götürəsən dəyərlərini itirməlisən ki, Avropalar, Amerika kimi. Elə deyil, Yaponlar göstərdi ki, bizim də mənəvi dəyərlər bazamız var, milli möhtəşəm mədəniyyətimiz
10 illik bizim qədim mədəniyyətə sahib bir xalqdır. Biz o bəzi ölkələr kimi məsələn yaranmışıq. Nəinki bir mədəniyyət xəzinəmiz var və bunu sadəcə biz götürməliyik gənc nəsil. Gənc nəsil biz qoyuruq internetin qabağında bütün günü nə qədər mahnılardan qulaq asır, nə bilim, Amerika köşkülarımız, biz öz kömələrimizi, öz mahnılarımızı, öz müqamlarımızı, nə bilim, nəylərimizi ona qoymuruq. Yəni, inanın ki, bir dəfə biz maşınla bir yerə gedirik, bir neçə gənc oğlumdur və dostlarım, yolda harp mahnıları qoymuşam, klasısı gedirik. Bir ikisi deyir ki, bu nədir, belə bir şey mahnılardan böyle xarici mahnılar var. Yəni, gənc öz mahnısını, özlər belə küçəman söyləyib, klassiklərimizin belə möhtəşəm mahnılarını qoymuş. Əgər bu gənc öz mahnısını eşitmir, birinci dəfə başqa düşmədir, birinci dəfə də eşitir. İkinci dedi ki, bu nədir? Belə olmamalıdır. Təzdən bununla yol boyu 2 saat başa salmışım, izah eləmişəm ki, bu yola ben çəkmişdim, həm də sən yaşda olanda elə bir xarici mahnı yaşda, biraz yaşlaşanda başa düşmüş sən eləmişdim. Yəni, izah eləyəndə başa düşürlər. Yəni, hər birimiz bir sürü daxilində eləməliyik, ailə dəyərlərimizi qorumalıyıq. İlahiyyənin adı falan deyirləri ailələrin mümarifləndirilməsidir. Amma son dövrə fikir verirsinizsə, hamı hüquqlarını da basa biliyor. Qadın verilməyən, hamı hüquqlar kişiləməyən, heç kim ötərləri ya da sağlıq. Qadının hüquqları bir kimi ailədə ötərliklər var. Kişinin hüquqları olur ki, ötərliklər var. Əgər bu ikisini bir yerdə götürməsəyiz, təhsil hüquq mümarifləndən endişə olacaq. Ona görə bax, bu mövzulara biz çalışırıq, həmişə çıxanlar. Sizin də fikirlərinizə dinləməyə hazır. Hər hansı bir suallarınız varsa, cavablarınıza gəlir. Teşekkür ederim. İletişimlerde söz verir. Ben ilk önce sizlere bir eğitim teşkilatı olarak Azerbaycan cəmiyyəti üçün həssas bir mövzu olan ailə dəyərləri, Azərbaycan ailələrin hüquq müalicələndirilməsi mövzusunda layihələr təşkil etdiyiniz üçün, belə tədbirlər araya ərsəyə gətirdiyiniz üçün təşəkkür edirəm. Biz də çox şadıq ki, Şirvan Tarixi Yaşamışlıq Muzeyi olaraq belə bir möhtəbər tədbiri Şirvan Tarixi Yaşamışlıq Muzeyində təşkil etmişsiniz. Hər birinizə bunun üçün təşəkkür edirəm. Sağ olun. Evet, sözü verir bak bizim tədbir işte. Nəsə bir fikir, sual varsa, Sualımız varsa, mən 5 dəfə önünüzü təqdim edeyim ətrafında. Biz onu geriyə bilərik. Maraqlı bir təşkil Məsələn, bu sahədə nə problem görürsünüz? Keçən dəfə biz burada olanda, yaxşı zaldan fikirlər verir. Məsələn, dedilər ki, televizorlarda bəzi verişlər bizim ailə dəyərli fikir. Biz onu şılandırda qəzetdə veririk. Yəni ki, bu yaxşı bir fikir. Bəli, bunu demək lazımdır. Siz qalxın, sözünüzü deyin. Sözünüz yoxdur, hazır. Özü təqdim edin. Siz rəhmət olanız ki, azad qanunları. Mən bu maraqlı gəldi ki, azad qanun cəmiyyəti altında təbliğat xarakterli. Ona rəhmət olması biraz aydınlıq gətirir. Qısaca deyil. Deməli, qlobal bir proqram var. Şərq cəmiyyətlərini, mənəvi dəyərləri olan cəmiyyətləri qərb dəyərlərini keçirmək üçün, onları müdahilə etmək üçün orada dəyərləri çökürmək lazımdır. Dəyərlər çökəndə o ölkə, o xalq taxlı olur, mübarizə aparmır. Bax, hansı xalqları mübarizə aparmır, döyüşkən olur, orada namus, qeyrət, mənəvi dəyərlər yüksək olur ölkələrdə. Siz təsəvvür edirsiniz ki, LGBT üzvlərinin mübarək bir cəmiyyət vətən qorusun, mübarizə aparsın, milli dəyərlər mümkün deyil. Heç o öz ailəsinin namusunu qorumur, o vətən qorusun. Deməli, qlobal bölgələr buna çalışır. Və azad qadınlar azad, yəni bu başqa şey, qadın azad olmalı, bütün hüquqlar olmalı, bu başqa şey, bunların davası bu deyil. Bunlar demir ki, hökumətlərə ki, qadınların tez yaşını aşağı sal, 5 il sizin, qadınlara əlavə hüquqlar verir, analıq məsuliyyətini artır, çox uşaqlara görə, onu demir, onu tələb eləmir. Bunlar tələb edir ki, boşanmanı sanlaşdır. Məsələn, Azərbaycan hökumətinin qarşısına konkret tələb qoyuyorlar, orada şurası ki, hüquqi prosedura sanlaşdır, boşanmanı sürətləndir. Əvvəllər uzun müddətə vaxt verirlər, Medispan bəlkə müvəqqətin azad olub, 5 gün sonra 5 gün sonra. İndi deyək ki, arada boşanır. Dərhal, 5 dəqiqə boşur, birdən fikrini dəyişir. Yəni, məsələ azad qadın şüarı altında qadınları üzr istəyən çapaksızlaşdırmaq, ailədən aralı salmaq və qərb qısatılar verir ki, kapitalizm üçün qadın ucuz işçi lüqəsidir.
Belə baxırlar, mən demirəm belədir. Onlar belə baxır. Niyə? Məsələn, deyir ki, kişilər biraz mübariz olur, hər şeydə işdən tabi olmur. Qadın biraz üzüyor olur. Mehribandır, yumuşaqdır, ona biraz artıq işlətin olur, bunu da elə sözə baxın, onlar üçün daha rahat işləyirləsdir. Ona görə qadın ailədən aralamaq lazımdır. Ailədən aralamalıdır ki, onu daha çox işlədirsinlər, ondan daha çox gəlir əldə etsinlər. Ona görə də azad qadın təbliğatının altında fikir verin, çəkilən seriallar, dünyadakı bütün seriallar ailəni pozmağa, xəyanətə, qadın cinayət pozmağa. Filmlər, bütün müasir filmlər, hətta kliplər, nə bilim o Avroviziya kimi müsabiqələr, bunlar hamısı dəyərləri çürütülür. Ona görə də azad qadının anlayışını biz gənclərimizə başa salmalıyıq ki, azad qadın deyil, azad qadın olur ki, təhsilini alır, savadlı olur, mədəni olur, ailəsinə də baxır, işində işləyir, hamınız işləyirsiniz də, gün kimi ailəsi, normal insan. Yəni, burada nə problem var ki? İşinizi də yola verirsiniz, uşağınızı da yola verirsiniz, ailənizdə. Biraz çətin ola bilər, hamınız çətinsin. Amma bu demək deyil ki, biz hər şeyi dağıtmaq ki, mən azadam, yalnız özüm üçün yedim ki, ələncə içində yaşayayım, uşaqlıqda cəhənnəm olsun, elə olur. Yəni, biz başa düşməliyik ki, gənclər deyəcək ki, azad qadın o deyil, müasir gənc o deyil. Məsələn, tək qadın deyil, oğlanlar. Müasir gənc qanunu özünü salmaq deyil də. Müasir gənc olur ki, ermən teknologiya gələnə, o nəsə bir inovativ layihə həyata keçirir, startup layihəsi eləyir, ixtira eləyir. Müasir gənc olur, və ümumanda yer layihəmizi dağılır. Əgər biz bunu gənclərə götürsək, bu təbliğatlar başlayacaq. İştirakçılar danışın, qalxın, özünüzün həqiqi. Məndən yığılmışıq, müzakirədir, tək biz danışmayıq. İki günlər fikir. Çox danışın. Özünü təqdim elə, Hafizullah Sabit, Mədəniyyət Mərkəzinin əməkdaşı. Mən demək, burada xanımlar çoxdur, Allah canına sağ olasın hamısını. Demək, bir şey vurğulamışım ki, siz deyirsiniz, 90-cı illərdə boşanmalar daha az oldu. Bu gün düzdür, telefon bizim həyatımızda böyük rol oynasa da, amma böyük bədbəxtçilər də o gətirdi. Çünki telefon vasitəsilə hər şey alt-üst olur. Bu gün istəyir şəbəkələrdə, istəyir Facebook şəbəkəsində, hamısında baxırsan ki, qadınlar, nə bilim, deyə bilmirəm də o şey ki, yəni gördük, özümüz utanmış ki, elə şeylərlə rastlaşır ki, məsələn, bir kişi olaraq utanmırız. Burada hamısı xanımlardan Allah canı sağ olasın yenə deyirəm, hər biri anadır, hər biri evlat böyüdür. Boşanmalarda da anaların rolu böyük olur. Bugün bir ailə tanıyıram ki, məsələn, ana öz qızını çəkir yanına ki, gəl, yeyə çıxacam sənə, həm də boşan. 3 tane uşaqlar məsələn onu boşayır, böyürürsə, çünki anaların da rolu böyükdür. Yəni ki, mənə başlar xanımlarda. Yəni, evimizi yıxan ən çox da telefon var. O 90-cı ildə yox idi telefon. Poçta gedir, buradan Lənkələrlə danışmaqsan, kəndlə danışmaqsan, poçta gedir, gözləyir bu növbə ki, otağa günü birinci qapını açın, 2 gün içəri telefonla danışın, kimləsə danışın. Bu yıl ancaq həqiqətdə o bizə yaxşı cəhəti varsa çox pis, böyük bir bəla da gətirir. Deməli, texnologiya bıçaq insanıdır. Bunu yaxşı istifadə edərək pisədir. Deməli, hər şey özümüzdən asılır. İnternetdə faydalı kontenlərdə var. Çox belə, telefon, hər şey var, mədəni istifadə, pislər var. Seçimi biz edirik. Bax, hamımız bilirsiniz. Məsələn, platformalardan ən çox təmin olunan nədir? TikTok. İnanın ki, gəlin mənim TikTok kanalımı açaq, 100 dənə video baxaq. Bircə dənə pis video qarşınıza çıxsa, mən burada bir dəfə baxıyorum, çıxır. Niyə çıxanır? Kontenti sən seçirsən. Sən nəyə baxırsan? Algoritm səni onu təqdim edir. Sən hansı kanallarını verirsən, onu çıxmır. Amma biz 60 şeylərə baxsaq, o çıxacaq. Deməli, ondan da istifadə özümüzdən asılıdır. Sonra televizor, Allah şükür, yüzlərlə kanal var. Bu kanalı pozunu bir çevirib, baxın. Başqasını çevirib, seçim bizdədir, pul bizim əlimizdədir. Yəni, biz gənclərimizə izah eləməliyik ki, dəyərli şeylərə baxdığını sərf elə, elmə, təhsilə, mədəni inkişafat, belə şeylərə. Texnologiya yaxşıdır, pis tərəfləri də var. O pis tərəfi biz qapıya bilərik, bağlaya bilərik. Məsələn, pis serial verir, baxın. Məsələn, mən evdə blog koymuşam, bəzi kanalları bizdə göstərir. Çünki konular özün serialları verir. Mən ayrı baxıyorum. Astraya baxıyorum, başlamaya kanallar var. Və o, uşaqlar üçün, məsələn, YouTube'da, uşaq mütünə baxmalıdır. Sən seçirsən, YouTube'da kanallar var, abunə olursan, normal. Çok sağ olun. Ben de kısa münasebet vereyim. Bizim burada işçiler burada, verilen çalışmalar var. Ama söhbət ailə dəyərlərindən Öncə bildirmək istəyirəm ki, hər zaman Azərbaycan cəmiyyətində qadınlar, xanımlar böyük dəyər verir. Yüksək qiymət verir. Bu, belə də olmalıdır, mənim düşüncələrimdə belə də olmalıdır. Çünki biz bir çox
yerlərdə elə ədəbiyyatın özündə oxuyanlar, xarici ölkələrdə olanlar, əgər kimsə iştirak edirsə, həqiqətən baxır ki, Azərbaycan xanımın bənzəri yox, dəyəri yox. Bu bir mənalıdır və zamanla da bu kökümüzdən belə gəlir. Lap Hacı Anadolu Tağıyevin özünün vaxtından ondan da belə lap Nəyə görə Hacı Anadolu Tağıyev vaxtından çünki bizim dövrümüzün qızıl xətlərdən biri olur ki, Tağıyev özünün zamanında qızlarsın təhsil mərkəzi açır və o belə qeyd edib ki, çox dəyərli bir kişi olur ki, əgər bir kişi təhsil alarsa, biz ondan sadəcə təhsili bir insan almış olarıq. Lakin qızlarımız oxuyarsa, biz həm də eyni zamanda bilikli, savadlı bir ananın yetişməsinə səbəb olarıq və nəticədə o ana da gələcəkdə bizim sağlam cəmiyyətimizin qurulmasına səbəb olarıq. Eyni zamanda bizim ümumi liderimizin özünün qadına belə yüksək dəyər, yəni bir çox statlarda, ifadələrdə yer alır. Mən o bir hərəkətin bildirmək istəyəm ki, demək, Laduniyadan çıxış zamanı, çıxışdan sonra yaxınlaşır mədəniyyət işçilərinin yanına və orada Xuraman Qasımova, o bacılar olurlar, məşhur, demək, bizim əməklarımın əməkdaşları. Onun qolundan sep açılan düşür. Sep açılan düşür ki, o ümumi liderimiz, böyük prezident, qahil insan, yeri yansa bəlkə də hər hansı bir prezident o fikirləşməzdir. Anında əyilir, qadının qarşısında əyilir, onun əmin qollarını özü götürür və təqdim edir. Müəllimlərimizə bu misalları çox çəkmə var. Yəni, Azərbaycan qadının dəyəri həqiqətən də böyükdür, tanınmazdır. Bilmək istəyirəm ki, bir çox hallarda bizim manevi dəyərlərimizin qorunmasının əsas güc qanunlarımızın bir misalını bir belə çəkə bilərəm ki, hər hansı bir kişi ola bilər ki, həyat yoldaşının alsa xəyanətin tutsa, onu bağışlamaz. Heç vaxt bağışlamaz. Amma bir xanım dəfələrlə həyat yoldaşının xəyanətin tutsa, ailənin dağılmamasından ötürü, yəni bilirəm ki, ailəni qorumağa çalışır. Mən bağışlamam. Müəyyən ola bilər, yəni bu şəxsən gəlişir. Bilirəm. Təbii ki, bu təbii ki, mübahisə mövzusudur. Mən demək istəyirəm ki, əksər çoxluğumuz bağışlayır. Olmalı deyil. Amma yəni biz belə bunu təqdir eləmir. Sadəcə qadınlarımızın dəyərini siz bağışlayırsınız. Amma 10 nəfərdən mən siz təmin edirəm ki, 7'si bağışlayan ailəsini qorunmasın. Bəli, söz haqqından gedir. Yəni şəxsi... Bu görsünüz, çok böyle müzakirələr görsünüz. Amma mən yenə səmin edirəm ki, 10 nəfərdən 7'si bağışlayan bu qadarçaq var. Həqiqətən də qadarçaq. Tanık mı yəni? Ben de bilmem varsa geldilerdim, bu çok geniş mevzudur. Bu mevzu bir sahada sığınmaz. Çok karşılıklı. Ama bize ayrılan masrafta geçiyorlar. Tarih yaşlasınız. Allah teşekkür ederim. Ben Şirvan Şahidi Hakimiyyətin başçısı İlqar müəllim Abbas Ateşim. Onun əməkdaşlarına da fazla sınava çok sağ olun. Tarih yarışmasının muzeyin direktoru, Çınar Xanım, müze içində belə gözəl mülkələr yazılır. Əksəriyyətli xanımların ibarət olan bir təşkil edilmişdir.